İslam ölülərlə deyil, dirilərlə maraqlanır. Quran da ölülərə göndərilmiş bir kitab deyil, dirilər üçündür. Yas məclisləri bir biznesdir. Din adı altında həyata keçirilən biznesdir. İnsanlar da sanki öz yaxınlarını bu şəkildə həyata keçirildiyi təqdirdə o tərəfə daha xeyirli, daha yaxşı yola salacağını düşünür və yaxud da bunu elədiyi təqdirdə orada cənnətlik olacağını fikirləşir. Yaxud da deyir ki, deyilmədən özünü digərlərinə göstərməyə cəhd eləməyin başqa bir adıdır. Oraya gələn insanlar da həmin adamın statusuna görə, məsələn bir də görürsünüz tanıdı, tanımadı, orada biləcək, bilməyəcək. Həmin orada gəlib sadəcə kimlərdənsə görüşmək, görünmək, bu məsələni həyata keçirib gedirlər. Bəzən iyanə adı altında burada o qədər vergilərdən də yayınmalar olur ki, bunları heç kim də gününüzdən çıxara bilmir, araşdıra bilmir, bunu mətbuata qeyd eləmirlər. Bölgələrimizə gedin, bir nəfər dünyasını dəyişir, dəyişəndən sonra o bilmir ki, o dünyasının dəyişənlə bağlı öz hüznünü yaşasın, yaxud da dərhal həmin gün artıq sabahlarım inək harda kəsiləcək, harda çadır qurulacaq, nə bilim, bunların üzərində gedirlər. Bəzən elə olur, imkanı olmayanlar kimləsə zəng eləyib borc almaq olsun və yaxud da başdaşı qoymağa görə kredit götürənlərin belə olduğunu şahidi oluruq. Niyə lazımdır bunlar? Peyğəmbərin özünün sağlığında olan həmin o qəbir daşları ilə bağlı mənbələrə müraciət elədiyimiz zaman belə bir şeyə rast gəlirikmi? Xeyr, heç biri yoxdur. Deməli, bu bizim İslam adı altından özünü müsəlman adlandıranların müsəlman kimi görünmələrinin yanlış bir təzahüründən ibarət olan bir